addımları da nəzərdən keçiriblər. Xocavənd növbəti sakinlərini qarşılayıb, bu mərhələdə 107 sakin doğma yurduna qovuşub. Xocavənd şəhərinə 20, Qırmızı Bazar qəsəbəsinə 2, Xocavənd kəndinə isə 5 ailə qayıdıb. Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir. Çox tələsirəm ki, öz evimə gedim çatım. Çox həyəcan keçiririk, çox da sevinirik. Buradan gedəndə mənim 23 yaşım olub. İndi yenidən vətənə qayıtmışam, 59 yaşım var. 3 övladım var, 3 nəvəm var. Uşaqlara həmişə bu barədə, rayonun barədə həmişə danışmışam. Abşeron rayonu Məmmədli kəndində yanacaq doldurma məntəqəsinin ərazisində yanğın baş verib. Dərhal Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə